Görürsən ki, yeniyetmə uşaqlar oturur kampaniyada, məktəbdən sonra və yaxud məktəbdə görürsən ki, düşürlər hansısa biraz özlərindən böyük uşaqların kampaniyasına, qrupuna düşürlər və orada şablon olaraq bu sözlər işlənir ki, davayda sən də iç, kişi deyilsən, davay kişisən də sən də çək, davay kişisən də sən də davay bir dənə dərman at, bir dəfə atmanla heç nə olmayacaq. Bax, üst tuturam uşaqlara və mən sizə demək istərdim ki, kişi sözünün böyük bir tarixi var. Kişi sözü ilə içki bir-birinə uyğun gəlmir. Kişi sözü ilə nəsə çəkmək bir-birinə uyğun gəlmir. Kişi evə ayıq gələr. Yəni eşidin, açın qulaqlarınızda. 15-16 yaşında uşaqlara üst tutub demək istərdim. Ümumiyyətcə, yeniyetmə uşaqlara, hansı ki, indi qoşulurlar cəmiyyətə, kampaniyalara, görürsən ki də çıxırlar, uşaqlarla əylənirlər. Yəni sizə kimsə sizi talpıya qatıb deyirsə ki, kişi içki içər, o insanın sözünə qulaq asmayın. Kişi hansısa bir dənə istiqamətdə yaxşı doğru həyata gedər. Kişi istiqamət tutub hansısa bir dənə yarışda birinci yer tutar. Kişi anasını saxlayar, kişi bacısını saxlayar. Yəni kişi sözü ilə içki sözünün bir-birinə heç bir aidiyyatı yoxdur. Yəni sizə kimsə onu deyirsə şablon olaraq siz öz fikrinizlə getməlisiniz. Və kampaniyada oturanda mən bir daha deyirəm. Sizin ümumiyyətcə həyatda öz fikriniz olmalıdır. Siz qoyun deyilsiniz, qoşulursunuz dəstəyə, düzdür? Lüboy bir situasiyada, lüboy həyatın bir harda olursunuz olun, sizin həmişə öz fikriniz olmalıdır ki, kişi dərsini oxumalıdır, kişi ailə saxlamalıdır, kişi evə ayıq gəlməlidir. Bir daha deyirəm. O sizin üçün belə bir, necə deyim, bax, yeni bir şablon olsun. Kişi sözünün mən bir daha deyirəm, böyük bir tarixi var, dərin bir tarixi var. İçki ilə o sözün bir yerdə heç bir aidiyyatı yoxdur. Və yaxud çəkməklə o sözün bir yerdə heç bir aidiyyatı yoxdur. Yadınızda qalsın, mən bir daha deyirəm. Kişi pul qazanar, kişi istiqamət tutar, kişi yarışlara çıxar, kişi dövlətin təqdim edər, başqa dövlətlərdə. Kişi, nə bilim, hər bir şey edər ki, anası, atası ondan fəxr edər. Bax, o kişidir. Amma içki içib evə piyan vəziyyətdə gəlmək, o sözə heç bir aidiyyatı yoxdur. Heç kimin xətrinə dəyməsin. Mən bir daha deyirəm, mən bu 15-16 yaşında uşaqlara müraciət etmək istərdim. Və yaxud sizə evdə atan, anan deyir ki, ya və yaxud atan sənə deyir ki, ala də sən də gəl otur da, kişisən, 100 qram iç, qulaq asmayın. Çıxın, gedin öz otağınıza. O sizlik deyil. Mən bir daha deyirəm, o həyat sizə lazım deyil. O həyat insanı uçuruma gətirir. O həyat insanı cəmiyyətdə sıfıra bərabər edir. O həyat insanı toza bərabər edir. Və sonra qayıdıb yenidən o adı qazanmaq üçün insanın illəri gedir. Eşidirsiniz məni uşaqlar? İnsanın illəri gedir. O həyat sizə lazım deyil. İnsanı kişi edən sağlam həyatdır. İnsanı kişi edən düzgün istiqamətdir. Sağlam həyat...